çamadanımızı koyuyoruz, Mercedes getirir, o himi maskada, o da getirir şeyi, bagajına koyuyoruz, sonra Getdi. Balım, mən toz nümer kimi oxuyursan. İnan Allaha vlogları izləyir. Mən sənətimi desən əlimdən alacaq. Və aeroporta gedirik dostlar, Tiflisə gedirik və bizim ailəvi dünya turumuz başladı. Mən, yoldaşım və Rəsulla maraqlı vloglar olacaq. Hədəfimiz əslində Almaniyaya bu maşının birinci yiyəsini tapmaqdır. Amma əsas Almaniyaya getməyəcəyik. İtaliya, Amalfi şəhəri, Roma, sonra Cənubi İtaliyadan qalxacağıq İsveçrə. Yəni çox maraqlı yerləri gəzəcəyik və sonda da Almaniyada tamamlayacağıq. Və biz mindik Mercedesimizə. Mercedesimiz 80-ci illərin maşınıdır. 82 ya 83 dəqiq yadımdan çıxıb. Və mindik maşına gedirik. Maşınımızı da Samir qardaş gətirmişdi Gürcüstana və İlkin qardaş da aeroporta gətirdi və onu düşürdü avtovağzal tərəfdə və yanacaq vururuq. Yanacağımız da Golf yanacaq doldurma məntəqəsindəndir. Mühərrik yağımız da Golfdandır və o znak da işarəsi də logosu da yaxşı olmayan da əyə olanda mənə yaxşı təsir etmir. Rəsula da təsir eləmir və biz mərkəzdən davam eləyə gedirik. Bugün fikrimiz Batuma çatmaqda, amma düşünürəm ki, hələ Trabzona da gedə bilərik. Trabzona çatmağa nə var ki? Bir damızı sürəcək 800 neçə kilometr çatacağıq da. Gedirik. Yolda Rəsul deyir ki, ay ata, dayanaq, zapravka eləmək lazımdır. Və yox, özü zapravka eləyəcək. Qalx sonra da dayanırıq və baxırıq burada həqiqətən yanacaq doldurma sistemi Gürcüstanda çox xoşuma gəlir. Fərqlidir. Adam dayanır, burada vaxt keçirir. Bir stəkan kofe içir, yorğunluğu çıxır. Bizdə də yavaş-yavaş bu sistem inşallah olur. Və davam eləyirik və Batuma artıq yaxınlaşırıq. Yollar da düzəlib və bizim yolumuz çoxdur. Yəni bu vloqda siz nə qədər ölkə görəcəksiniz. 3-4 ölkənin bütün prosesini birləşdirmişəm. Maşallah maşınımızın da görüntüsü əladır və sərhədə gəlib çatdıq. Artıq Türkiyəyə keçirik və Türkiyəyə keçmək üçün də yaşıl sığorta lazımdır. O da əvvəlcədən almışıq. Gürcüstanın sığortasını da almışdıq. Abilərimiz həmişə bizi gömrükçülər incidir. Maşını tökdülər, sökdülər. Nə qədər vaxtımı aldılar. Uşaqlar piyada keçdi, biz isə ayaqla keçdik. Artıq gecə saatları da təqribən 11 biz Gürcüstandayıq və həmişə dayandığım bir nöqtə var. Bu tır sürücülərinin dayandığı ən dadlı balığın yeyə biləcəksən də, yəni yeyə biləcəyin yer Rizədə bu məkandır. Yoldaşımla burada balıq yeyirik. Bu yolu mən dəfələrlə getmişəm, amma bu dəfə təqdimat tam fərqlidir. Rəsul da yatıb və düşündük ki, Rizədə qalmayaq da, elə biz gedək Trabzonda qalaq. Trabzonda da həmişə yol üstü qaldığım bir yer var. Holiday Inn, bu otelə gəlirəm. Niyə görə brend otellərdə qalıram? Qiyməti çox fərq eləmir, amma türklərin öz otelləri yaxşı olmur. Mən bəyənmirəm. Siqaret filan çəkirlər və Rəsul orada qapıya dəyirdi və gəldik otelə. Otel qəşəng, səliqəli, təmiz. Səyahətdə olanda otel seçimi çətin olur və növbəti günlərdə də Polo Travel-la əməkdaşlıq eləyəcəyik. Onlara tapşıracağım ki, bu işi mənə kömək etsinlər. Hələ ki, öz tutduğum otellərdir və Saloğludur bizim dostumuz. Bizə dəstək olan şirkətlərdən biri də Golf mühərrik yağlarıdır və mühərrik yağına da baxırıq. Görürük ki, hər şey əladır, hər şey yerindədir. Və şüşəni də silirik, təmizləyirik, hər şey gözəl və yola davam eləyirik. Gedirik. Maşın şükür Allaha yaxşıdır. Mercedesdir də, yəni belə bir söz var. Mercedes elə Mercedesdir. O bir maşınlardan artıq Rizəyə çatanda 3-4 dəfə xarab olurdu. Hələ xarab olmayıb. Allahın elə bir mənə yazdığı gəlir. Mən balam çöldə qalmasın, soyuqda. Hava da o qədər isti deyil. Biraz yaz havasıdır, amma əsl payız havasıdır. Amma bu il nəsə payız tez gəldi. Heç bir gün olmayıb ki, biz artıq Trabzonu keçmişik və burada da yanacaq doldurma məntəqəsinə gəldim. Hər dəfə yanacaq vuram dostlar, çox içir bu. Nivadan dəhşətdir. Yəni bu bir, elə içərisində nəsə var, götür stəkandan içir. Və Qaradənizə baxırıq, izləyirik. Hər şey gözəl, hər şey qəşəng, əhvalımız əladır. Bu maşının qardaşım görürük Y-klasını və yolda marketə giririk. Özümüzə də söz vermişik ki, restoranda az yeyəcəyik, özümüz bişirib özümüz yeyəcəyik. Hər cür avadanlığımız var, soyuducumuz var. Soyuducumuzun içində hər şey var, dolması var, tuşonkası var. Nə istəyirsən var da gedirik, tam hazırlıqlı. Yəni maşın yolda dayansa bir 10 günlük yemək içməyimiz maşında var. Gedirik. Əslində bugün düşünürdük ki, İstanbula çataq, görək nə göstərir. Yol özünü göstərir. Təqribən 600 kilometr gəlmişəm. Artıq Ordunu keçmişik, Samsunu keçmişik, yolu yarılamışıq. İstanbula heç qalmayacaq İstanbula. Çünki dəfələrlə olmuşuq. Orada maraqlı bir şey yoxdur. Rəsul da burada görürsünüz, oxuyur, mənlə oynayır, atlanır, düşür, oynayır. İzləyicilər bu görüntüləri storylərdən izləyiblər. Storylər Instagramda paylaşılır və sonda vlog olur. Və gəlirik yolda həmişə
dayandığımız yer var. Burada menemen yeri, pomidor yumurta. Maşın da nəsə iyi gəldi. Burada nəsə axıdıb benzin falan. İndi baxarıq görən nə olub. Rəsul da baxırdı, elə bir başa çıxır da onun. Və dayanırıq, burada qəşəng bir sifariş veririk. Menemen, nə bilim, bunların gözləməsi olur, ondan veririk. Rəsul da burada çay içir, qoca kişilər kimi. Rəsul əsl yol yoldaşıdır da. İndi 3 yaşı var, 4 yaşı hələ olmayıb onun. Amma yol adamıdır deyir. Ata, sənin bütün vloqları izləmişəm. Necə lazımdır, elə davam edəcəm. Mən Heydər əmin işlərim görüləndə, mən hər nə lazımdırsa gətirir, açarı, onu, bunu. Və yenə də yanacaq doldurma məntəqəsinə gedirik. 200-300 kilometr gedib dayanırıq da. Yanacaq vururuq və yenə də davam edirik yola. Gedirik və düşünürük ki, İstanbula çata bilməyəcəyik. Və Ilqaz tərəflər var orada. İstəyirik orada qalaq və oradan orada İstanbula 300 kilometrdə təqribi. Yolda dayanırıq, çay içirik və burada ləbləbi ilə çay olur. Bu qardaş da bizə çayı pulsuz verir. İlk dəfədir ki, Türkiyədə mənə nəyisə pulsuz təklif etdilər, sağ olsunlar. Tural deyirəm, burada yatıb Rəsul balam və yenə yanacaq vururuq. Otelə getdik, dedi 120 evro. Dedim, mən başım xarabdır. Yolun qırağında 120 evro Türkiyədə otel olar. Belə şeylər adam bezdirir də. Ona görə də yolda belə bir 56-65 evroya tutduq. Bu çox bahadır. Rəsul da yatmış formada atdıq yerinə və səhər oldu və biz yenidən yola davam edirik. Hər gün bu görürsüz 220 verən aparatdır, soyuducudur, götürürəm, enerjiyə qoyuram. O aparat əladır. Bir gün, 2 gün əslində saxlayır, yəni tok verir və yolda dayanırıq belə bir yerdə. Səhər yeməyimizi elə özümüz hazırlayacağıq. Yəni hər şeyimiz var. Burada toyuq var, cüzə var. Silib təmizləyirəm, bütün ləvazimatları götürürəm və badamlı suyundan, o da özümdən gətirmişəm. Qəşəng bir dənə çay dəmləyəcəyik. Badamlının da çayı super olacaq da. Təklif edirəm ki, yeməyə nə istiyorsunuz? Pomidor yumurta istiyorsunuz, yoxsa sosiska yumurta? Hər şey var da. Sosis bişirəcəyik. Sosiskamız da min bərəkət halal nemətin manqal üstü sosiskasındandır. Qul salfetkasına qədər var da. Yəni hər şey var. Yəni hər şey Azərbaycandan gələndir. Çayımız da Azərbaycan çayıdır. Ondan da dəmləyirik. Kərə yağından da atırıq. İndi kərə yağının adını demirəm. Reklam olmasın. Və toyuqlara deyirəm ki, 2 dənə yumurta verin, biz sosiska yumurtanın üstünə vuraq. İnan Allaha ki, super alındı da. Min bərəkət halal neməti biz bilirsiniz də Məkkəyə gedəndə də özümüzdən götürmüşdük. İndi də özümüzləndir. Stəkanımız, qabımız, qazağımız, bütün bu dəsti də İvi Parsdan almışam. Mikail alıb mənim üçün və onun da səhifəsini qeyd edirəm. İstəsəz müraciət edə bilərsiniz. Badamlının çayından içirəm. Super. Yağ yaxırıq bura, kərə yağı. Üstünə də bura albalıyın mürəbbəsi olur. Yaxırsan bir səhərinə gedir və qalan çayımızı da depoluyuruq termosumuza və gedirik yenidən yanacağı vurmağa. İnansız bura qədər hələ 1000 manat yanacağa pul vermişəm. Görürsünüz, çox elə restoranda falan yemirik. Bu qazın da krantı kimi belə krant qoyublar. Peçə açıram, bağlayıram. Nəsə maşında deyirəm, maşında problem olur. Baxıram yenə xodlanır. Bunun da bilirsiniz də yarı enjektordur. Karbüratoru gicləyir arada, amma hələ ki yaxşıdır. Gedirik və biz İstanbula artıq yaxınlaşırıq. İstanbula bir şey qalmayıb. Yolda görürsünüz çaydan içirəm və İstanbul tərəfə dönürük. Təqribi İstanbula heç 200 qalmayıb. Orada oxuya bilmədim nə qədər qaldı. Və yenidən yanacaq doldurmaya giririk və yenidən yanacaq vururuq və bir dənə kofe içirik. Rəsul burada dedi ki, mən maşını al. Deyirəm, ay oğlum, sonra alaram. Yolda 3-4 dəfə maşın almışıq. Hələ söz vermişəm ki, Almaniya çatanda ona üstü bağlı maşın alacağam. Bəli, üstündə çadırı olan maşın və İstanbul bekliyor bizi. İstanbula gəldi, körpünü keçdi. Heç İstanbulda dayanmırıq. Nə var deyə burada? Onsuz hər şey bahadır. Elə Avropaya getmək yaxşıdır. Getdik, aeroportu keçdik və bu təzə yolla gedirik. Biz İpsalaya, oradan Yunanistana keçəcəyik. Axşamı dedik ki, elə Kavalada qalaq. Və davam edirik. Bu otel problemlərini çözdüm. Polo Travel-la əməkdaşlığa başladıq. Var olsunlar və bizim bütün otel təminatımızı Polo Travel edəcək və demişəm ki, Polo Travel-a Kavalada qəşəng bir otel. Görək hansı otel tutublar. Demək olar oradakı bütün otellərdə qalmışam. Və gəldik sərhədə, rahat keçdik. İnan Allaha, Yunanlar heç bizi yoxlamadılar. Dedilər, xoş gəlmişsiniz, sağ olun. Dedim, Allah sizin canınızı sağ eləsin. Bilmirəm, mənə tanıyırlar, buradan çox keçib gəlirəm. Və kəsin də birinə hörmət eləmişdim. Şirinlik də, yəni, sahib olub. Və gəlib çatdıq Kavalaya dostlar və Rəsul oyandı və gördüm ki, burada nərdə oynayırlar. Bu Yunanlarda nərdə var? Nə bilim, türklərdə var görəsən. Və Galaxy oteldir, 4 ulduzlu super oteldir. Bir dəfə burada qalmışdım və burada da kurabiyə məşhurdur da Kavalada və kurabiyədən götürürəm, bir dənə yeyirəm, Rəsul yemir, Məlikə yeyir və keçirik otelimizə. Burada da şəhər vergisi aldılar bizdən 10 avro. Otel superdir.
Bu mən gəzdiyim yerlərdəki otellərlə bağlı maraqlanırsınızsa, Polo Travel-a müraciət edə bilərsiniz. Və məhəllədə bura öz yerim kimi. Keçən dəfə ilkin Fuad dostum düşüb, bəlkə ev almısan, deyirəm, yox. Evim yoxdur. O qədər gəlib gedirəm ki, bir dənə Yunan salatı hamısı ilə yeyirik. Super ləzzəti olur. Gecə olur. Səhər açılır dostlar. Səhər yeməyimi yeyirəm və yola davam etmək lazımdır. Maşını da otelin qarşısında saxlamışıq. Burada gözəl, kiçik bir sahil şəhəridir. Əhalisi azdır, amma çox gözəl yerdir. Və maşına bütün ləvazimatları qoyuruq. Rəsul maşının təkərlərini yoxlayır. Görür, hər şey əla, hər şey super. Maşının duruşuna bax. Stoykası var da. Azilov deyirlər, nə deyirlər, ondandır. Arxası da aşağıda yük yığmış o. Və Kavalan mərkəzində bizim bir dostumuz var. Və həmin dostumuzun restoranına gəldi bu qardaşım. Və bizə həmişə endirim eləyir, Allah var eləsin. Azərbaycandan dostlarım gedir bura, onlara da endirim eləyir. İşi bilir də. Bir dənə çupra balıq deyirik. Deyirəm, bu balıq böyüdülmüş balıq olmasın, dəniz balığı olsun. Ondan yeyirəm. Rəsul da makaron yeyir. Görür, balığın dadı yaxşıdır Rəsul. Onunla da yeyir, super. Bax, nefsalalı olduğumuzu göstərir. Sümüyünə qədər soğuruq. Balığın sümüyünü yeyirik. Bir şey dirməyə bir şey saxlamadım. Dedim, yox, heç sən saxlamamışam. 48 avro eləyir qiymət. Qəşəngdir. Hesabı veririk və gəldik maşının yanından. Maşını xotlayırıq. Görürük ki, nəsə maşın lok belə eləyir. Lok belə eləyir. Rəsul indi deyəcək. Aslında balığı büyümediğinden salır. Düzəldə bilmirik. Əmməli başda danışırıq. Asar verəm ki, gəl mənə kömək elə. Baxır orada, deyir, bundandır bana. Deyir, amma imkan verdən, hə? Kalkulatorun üstünü açıram və baxıram ki, burada artıq nesə var, çıxıb. Olsa artıq qoyub zavod. Biz gördüyünüz kimi təmizləyirik, silirik. Burada benzin dağılıb, bilmirəm, ustalar yazsın nədən ola bilər o. Maşını işə salıram, biraz jiqlyovka eləm kalkulatoru, maşının təzyiyi düzəlir. Yəni, elə sönürdü. O düzəldirik. Normal yola davam edirik. Görək, harada qırıldı. Uzağın maşını atıb yola davam edəcəyik. Yəni, məqsəd odur. Çox, çünki zapsas götürməmişəm özümdən. Və gedirik. Kavalandan artıq ayrılırıq. Yoldaşıma deyirəm ki, Salonik'e doğru gedək. Səs oxuyanda da Rəsul yanımda da arada səsi gəlir. Balam sakit ol. Və bu maşının qardaşını görəm qarasını. Amma qarası nəncə o deyil. Yəni mənim maşınımın rəngi yaxşıdır. Burada da maşın yenə başlayır. İmkan verdənə səs oxuma qım eləyir və çay içirik, yolda dayanırıq. Kavalanın ən üst nöqtəsidir. Buradan Kavalanı seyr eləyirik və çayımızı içirik. Bu formada toqquşdururuq. Rəsuldur toqquşdur çəkək. Əmməli başlı blogerdir. Və gedirik. Deyirik gələ Salonik'e gedək bugün. Bugün elə biz nə edəcəyik? Məqsədimizi sizə deməmişəm. Məqsəd odur ki, biz Salonik'e şəhərinə gedək. Orada biraz vaxt keçirək. Və oradan da gedək İqomenesiya şəhərinə. Yolda yenə yanacaq vururam. Nağara, tayanca yanacaq. Və biz İqomenesiyadan Bariyə keçəcəyik İtaliyadan. Burada görürəm tort, bugün yoldaşımın ad günüdür. Bir də kurabiyə alıram. Deyirəm, bunu ilə Salonik'də kəsərik, onu qeyd eləyərik. Yolda tam qeyd eləyə bilmirik ad günü. Ancaq maşın sürürük. İtaliyada biraz gəzəcəyik, vaxt keçirəcəyik. Çünki vaxt itirmək lazım deyil. Sabah tezdən elə bir bizim gəmi qalxacaq. Yolda kurabiyədən yeyirik və gəldik Salonik'e şəhərinə. Burada bizi yağışla qarşıladı. Bura çox gözəl şəhərdir. Burada da 2 dəfə ya 3 dəfə olmuşam. Gəzirik belə maşınla, küçələri gəzirik, seyr edirik. İndi dayanacağıq bir yerdə. Burada Salonik'e qalasıdır. Düz onun yanında dayanırıq. Dedik, yəni burada bir də kofe içək, tortu da yol üstü kəsək. Belə ad gün qeyd eləmək yoxdur da. Tortu kəsirik, yoldaşımı təbrik edirəm buradan. Allah ömür versin, hep bərabər. Ad günü qeyd elədik, Rəsul kartofun yedi və biz gəmi ilə Bari şəhərinə gedəcəyik İtaliyaya və 10 saat yolumuz var və oradan da dostlar biz Amalfi, Roma gəzəcəyik. Yenə yanacaq vururuq. Burada yanacaq 1.80 neçədir. İtaliyada bundan da bahadır. Öz-özünə baxın, qazlanır. Qazladı başlamamışam bax. Öz-özünə qazlanır. Keçən dəfə də olmuşdu bu problem. Belə deyə yatıram, qaza basmıram. Öz-özünə gedir. Baxın. Çox qəribədir. Arada eləyir. Maşın qazlanır da öz-özünə olur. Eləyir, dayanır. Bilmirəm. Elə bir yolda gedəndə elə şəhərdə sürmək daha çətindir belə. Gedirik, yolda maşın sönür. Xotlayıram, yenə sönür. Və vlog da burada bitir də dostlar. Növbəti vlog bundan da maraqlı olacaq. Əsl macəralar bundan da sonra başlayacaq. Bu vlogda nəsə problem var. İndi onu düzəltməyə və yola davam etməyə çalışacağıq. Rəsul sağ ol de. Sağ ol. Sağ olun.